Tanrı Məsihin kim olduğunu dərk etməyinizə kömək etmək üçün prosesin bir hissəsi kimi bizi manna ilə bağlı çox mühüm həqiqətə oyatdı. Təxminən 2000 il əvvəl bir çox Yəhudi, Farisi, qanun müəllimləri və digər İsraillilər İsa'dan soruşdular: "Sən həqiqətən də bu dünyaya gələcək Tanrısanmı?" O zaman İsa bir məsəl vasitəsilə onlara özünün göydən enmiş həyat mannası olduğunu açıqladı. İsraillilər İsa'dan manna haqqında soruşaraq dedilər: "Atalarımız səhrada manna yedilər. Bizə 40 il ərzində göydən manna yağdırmaq kimi möcüzəvi bir əlamət göstərə bilərsənmi?" İsa cavab verdi: "Mən mannayam, göydən enmiş həyat çörəyiyəm." O, bu həqiqəti bir neçə dəfə dönə-dönə vurğuladı. Lakin onlar Tanrını tanımaq istəsələr də İsa'ya iman gətirmədilər. Bu dövrdə də belədir. Bir çox Yəhudi ona inanmasa da, Məsihlə birlikdə olan şagirdlər onun mannanın həqiqəti olduğuna inanırdılar. İsa soruşdu: "Siz də onlar kimi məni tərk edəcəksiniz?" İsa bu sualı verəndə Peter cavab verdi: "Ya Rəbb, kimə tərəf gedək? Səndə əbədi həyat sözləri var. Məgər biz sənin göydən enmiş həyat mannasının həqiqəti olduğuna inanaraq sənin ardınca getmirikmi?" Peter bu şəkildə İsa'ya imanını bəyan etdi. İsa cavab verdi: "Sizi seçməyimin səbəbi bu deyilmi? Tanrı belə insanlara həqiqəti verib. Tanrı onlara Pasxa adlanan yeni əhd vasitəsilə Məsihin mannanın həqiqəti olduğunu başa düşməyə icazə verdi. 2000 il əvvəl baş verənləri tam dərk etsək, Məsihin bu dövrdə bizə necə görünəcəyini aydın şəkildə anlaya bilərik.